indi sizə bir kadrda göstereceğim. Bakın bu kadrda ne var? Putin, hemen o ilk Putin. O da Qərb deyirdi. O heç vaxt deməyib ki, biz Rusiya sivilizasiyası, nə bilim, orada Geyropadır filandır. Belə sözlər deməyib o. O deyirdi ki, bizdən əvvəl, yəni Putindən əvvəl gələnlər axmaqlıq ediblər. Biz gələ Qərbə inteqrasiya eləyək. İnkişaf oradadır. Onlar yüksəlik, biz o yüksəlişə gəlib çatmalıyıq. O görə Qərb yolunu getməliyik. Putin deyib bunu, həmən o Putin. Bu Putin yox. Və ona görə də mənim dediyim konspirologiya və nağıla bənzər əfsanə, mən tək deyiləm, çox adamlar deyirlər. Mən demirəm ki, onu diqqətlə belə dəqiq dəyişiblər, amma faktdan bu vaxt danışan adam bugünkü adamdan nə qədər fərqlidir və diametral başqa düşüncədədir. Baxın bu adama. Мы сегодня все говорим и в Украине, и в России, и в других странах СНГ. Мы говорим о евроинтеграции и о евроориентированности. А почему? А потому что там экономика развивается прилично, и люди живут хорошо. И нам так хочется жить. Они-то там как раз и приняли решение в свое время создать наднациональные органы регулирования. Подписали Римский договор. И перестали сопли жевать из года в год. А начали работать, отбросив амбиции и национальные... Eşidirsiniz? Bu Vladimir Putin'dir. Fantastika. Fantastika. Bu süni intellekt falan değil. Heç vaxt süni intellekt yoxdur, indi düzəldənməsən bunu. Bugünkü Putin və bu Putin. Burada deyir ki, biz Qərbə inteqrasiya eləməliyik. Niyə? Çünki onlar ağıllıdırlar, onlar öz iqtisadiyyatlarını yüksəldiblər. Biz də onlar kimi iqtisadiyyatı, biz burada boş-boş şeylərdən danışıb, boş-boş konfrontasiyalardan danışmamalıyıq. Onlar kimi iqtisadiyyatımızı yaxşı yaşamaq istəyirik. Biz də Qərb kimi yaşamaq istəyirik. Və Putin, bu Putin bugün yoxdur. Bax, bu Putin bugün yoxdur. Fakt. Adam bütün günü Qərbin əleyhinə danışır bugünkü. Mənim fərziyyəm belədir. Ki həmən o KKB adını çörüb, abreviaturanı dəyişməklə deyir ki, KKB oldu FSB. Amma həmən o KKB, Sovet dönəmində Qərbin əleyhinə danışan o qurbağalar, həmən o keçmiş tısbağalar, əllərinə milyardlar keçdi. Qərbə inteqrasiya başlamışdı, bu Putin deyənə milyardlar gəldi. Onlar o milyardların əlinə gələn milyardları ölkəyə, rifaha, şəhərlərinin kanalizasiyasına, şəhərlərinin bilmirəm, iqtisadi, texnoloji inkişafına, xalqın rifahına, maaşların yüksəlməsinə deyil, Qərbin əleyhinə agenturaya başladılar xərcləməyə. Çünki onların bacardığı odur. Və yaratdılar. Nə yaratdılar? Merkellər, Sarkozilər, Berlusconilər, Trumplar. Düz o Merkellər filanlar artıq uduzub çıxıb gediblər. Onlara onsuz KGB Sovet hökumətində də uduzmuşdu. Rus imperiyası dövründə də uduzmuşdu da. Onlar yenə də uduzurlar. Həmən yolu gedirlər. Onun üçün də palçığa girirlər də. Həmən o uzun qulaq. Trump indi Putin dedikləri eləyir, amma uduzur. Özü də uduzur, Putin də uduzur. Çünki mənə elə gəlir ki, mərkəz ağıl buradan gedir. Və o həmən o KGB milyardlar əllərinə gələn o indiki bugünkü FSB hakimiyyətlərin əlindədir. Bu Putini yoxa çıxartdı. Ola bilər fiziki deyil, beynini dəyişiblər. Nə istəyirsiniz deyin. Ki, indiki adam elə budur, amma beyni dəyişilib məsələn də. Beyni dəyişilib, çünki başqa şey, tam tərsini deyir. Bu Putin başqa şey deyirdi. Və 2014-cü ildə həmən o yol dəyişmə məqamında, həmən o KKB bütün Rusiyanı inandırırdı ki, Kırımda referendum olub, orada Ruslar Rusiya birləşmək istəyirlər və taxtabaşlar da burada əl-qol atmışlar. İndi də taxtabaşlar azalıb gündən-günə, bu qorxularından danışmırlar. Artıq Lukashenko qorxusundan başqa şey danışır, qalmışı taxtabaşlar. Yəni, burada başladı, Rusiyanın olub o Kırımda deyir, ya ona qalsa bizim olub, ömür boyu ora Kırım xanlığı olub və ömür Osmanlının bir ərazisi olub. Ümumiyyətlə Türk ərazisi, biz Osmanlının qoyuran bir tərəfə, Kırım xanlığı Türkdür, Bağçasaray olub da orada, biz idi oranın yiyəsi. Biz bir söz demirik. Nətər olarlar bir-birinə vuruşurlar, biz bir söz demirik. Çünki bugünkü reallıqlar var da, Ukraynanın ərazisidir ora. Bugünkü reallıqlar var, sərhədlərin toxunulmazlığı var və biz bunu qəbul edirik və o xətlə də irəliləyirik. Dünyanın bütün sivil dövlətləri kimi. Amma bu sivil dövlət deyil axı. Çünki o KGB idarə etdiyi, Kırımda referendum keçirmişlər. Yalandır.